Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. U9 liqasında Rofun və Dinev komandasının oyunlarında ikinci hissə başlayır. İlk həmlə Dinev komandasından gəlib ikinci hissədə, hesab isə 1-1'dir. Hər iki komandanın qolu çox baxımlı və yaxşı qol olub deyə bilərik. Fuad, Bəhram, alt Rofumdadır. Tamerlan, Məhəmməd, İbrahim, Bəhram, Uğur, Məhəmməddən top alırlar. Tamerlan hücumu qarşısını alır, imkan vermir. Məhəmməd, Bəhram, rəqibin 19 nömrəli oyuncusu gözəl bir şansı qaçırır. Elmindən qapıya doğru ötürmə. 19 nömrə oyuncusu onu başa düşmür. Bəhram, Tamerlan top elə keçirir. Tamerlan qarşı çobudluq, oyun saxlanılır. Fuad Əlləvin. Çox güman qapıya doğru zərbə olacaq. Tamerlan. Qapıya doğru zərbə. Rəqibin 99 nömrəli oyuncusu zərbənin qarşısını alır. Tamerlan. Elmin rəqibin 99 nömrəli oyuncusunun hücumunun qarşısını alır. Burada hakim İbrahim və gol. Ötürmələrdə səhv Rofun komandası üçün baha başa gəlir. Məhəmməd yenidən top itirir. Tuncay çox yaxşı oynayır. Elmin daha doğrusu. Yusuf, Bəhram. Məhəmməd topu çıxarır. Top son anda rəqibə deyib. Oyunu tərk edir. Rəqibin 19 nömrəli oyuncusuna deyərək oyunu tərk edir. Sərbəst zərbə ilə Tuncay top oyunu daxil edəcək. Kimə verirsən Tuncay? Tamerlan.
Fatih'ten top keçir. Məhəmməd bu dəfə çox əla oynayır. Nə oldu? Hakim oyunu saxladı. Nə baş verir burada? Tamerlan Abbas. Atrofumda. Məhəmməd Abbas oynayır. Abbas top bitirir. İbrahim. Arda güzel oynuyor. Təhlükənin böyümənin qarşısını alır. Tuncay güzel oynuyor. Burada ise Məhəmməd zədələnir. Oyunu davam edebilecek mi? Dinev komandasının oyuncuları həddindən artıq sert oynuyorlar. Lan. Burada günah hakimdedir. Top Diniyev'den çıkmıştı ama out'u Diniyev komandasına verdi. Bu da Rofumluların qəzəbinə səbəb oldu. Hakim ise rəqibin oyuncusunu bir neçə dəqiqəlik oyundan kənarlaşdırır. Qeyd edirəm, günah hakimdədir. Çox emosional oyundur. Uşaqları başa düşmüyorlar. Hər iki komanda qalib gəlmək istəyir. Hakim də səhvlər etməklə, ardıcıl səhvlər etməklə uşaqların belə deyək hissləri ilə oynayır. Elmin'den qapıya doğru zərbə. Yenə də Elmin'ə top tutulur. Elmin'den növbəti qapıya doğru zərbə Məhəmməd. Hakim oyunu saxlayır. Hakim çok saxlayır. Yusuf Anar Elmin İbrahim Anar out Diniyev'in. Elmin rəqib komandada qapıya doğru zərbə vurmaq istəyirdi. Zərbənin qarşısı alındı. Uşaqlar da artıq hakimə etirazlarını bildirirlər. Bu cür bərbad oyun idarə edilməsi Rofumun keçirdiyim komandalarda, oyunlarda demək olar ki ilk dəfədir baş verir. Bundan əvvəl də hakim səhvləri olub. Amma bu cürəsi olmuyor.
Tamerlan. Abbas. Abbas. Abbas top bitirir. Fatih. Yusuf'tan top çıkır. Atrofmun. Tamerlan. Tamerlan. Anar. Topu özüne saxlayır. Öz komandaşı Zahid ötürür top. Zahid'den de çıkır. Səhv bu. Ötürməydi. Məhəmməddən çox səhv ötürməydi. 200'den zərbə. Ya, Tamerlan topu ele geçirebilecek mi? Tamerlan, Tamerlan. Mehmet, Tamerlan. Uşaqlar yıkılan kimi dəxli oldu olmadı. Hakim oyun saxlayır. Sanki uşaqlara ana nəvazişi göstərir ki, amandır. Uşaq yıxıldı, birdən nəsə olar ona. Yəni bu cür oyun olmaz. Fatih. Ay 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 ay. Fatih'in ötürmesi Arda'nın ayağına çatmadı. Elmin. Anarla. Top Anar'dan çıxır. Rəqib komandanın oyuncusundan. Top Anar'a dəyib oyundan çıxır, amma yəni bu necə olur? Yəni hər kəsin gözünün qabağında bu qədər səhv qərarlar verə bilərmi hakim? Arda'dan Abbas'tan kapıya doğru zərbe. Gol! Tamerlan'dan ikinci gol. İki. Çok güzel oyun izleyirik. Hakim oyunun içine belə deyək, bəhməz koymasa doğru desək, çok güzel oyun gedir burada. Her iki komanda çok güzel oynuyor. Zahid. Zahid, Tamerlan. Tamerlan ötürme. Kapıya doğru güzel bir zərbəydi. Güzel zərbəydi. Top kapı direğine deyip oyunu terk edir. Abbas. Mehmet. Yusuf güzel oynadı. Yusuf rəqib komandasından. Yusuf'tan top çıxır. Oyunun ise təxminən 13 dəqiqəsi geride qalıb. Abbas. Hücumu qarşısına alır. İbrahim. Zahid. Fatih. Zərbənin qarşısını alır. Təhlükənin böyüməsine imkan vermir. Arda out. Out rəqibin. Fatih. Burada ne oldu? Mehmet yine əzildi. Mehmet bu günləri en çok əzilən oyuncular şahsında birinci yerdedir. Belə deyək. Bu oyun oyuncu gətirməyib. Rəqib onu çox əzir. Abbas. Mehmet. Arda'ydı bu. Çok güzel oynadı Arda.
Out Dinevni, bəli, Dinevni. Out Dinevni çünki ardıdan top çıxmışdı. Elmin. Qapıya doğru gözəl zərbə. Yusifdən. Rəqibin 7 nömrəli oyuncusundan. Top ama qapının üstündən keçdi. Tuncay. Tamerlan'a ötürmə elədi. Abbas alınmadı. Abbas'tan geçti top. Kapıya doğru zərbəyə imkan vermək olmaz. Ve gol. Özel bir gol izlediğimde. 3-2 Dinev komandası. Öne çıkırdı yeniden. 15. dakikada. Tamerlan top ele geçirir yeniden. Tamerlan oraya ötürme gol! Hafta gol! İbrahim istemeden topu kenarlaştırmak isteyerken Ahtogol səbəb olur Rəqib komandasında. 3-3. Həqiqətən gözəl bir oyun izləyirik. Hər iki komandanın timsalında. Yusif kapıya doğru zərbə vurdu. Kapı Tili imkan vermədi. Arda irəli. Fatih. Tamuş top ələ keçirə bilmir. Tamerlan top ələ keçirə bilmir. İbrahim öz səhvini düzəltmək istədi. Amma onun top ayağına gəlmədi. 17-ci dəqiqə başlayır oyunda. Çox maraqlı oyun keçir. Son 3 dəqiqə. Tamerlan. Əl oyun vardı burada. Hakim oyuncu saxlamır. Anardan ötürmə. Məhmədə də top çıxır. 200'den zərbə. Kapıya doğru zərbə ve gol. Yeniden Dinev komandası öne geçir. 4-3. Abbas Tamerlan yeniden Ardi'ye güzel ötürme ama Arda satabilmedi topa. Fatih. Top çıkmıştı. Out. Zərbəsini Dinev komandasının oyuncuları yönetirirlər. Oyunun son dəqiqələri oynanılır. Onu da nəzərinizə çatdıraq. Tamerlan'a karşı Kobudluk hakim zərbəsi təyin edir.
Oyun bitti. Oyun bitti. 4-3. Dilev komandasını getirmeleri oyunda galip geldiler. Eminim ki bu günlerde çok güzel oyun izlemiş oldunuz. Her iki komandanın çok güzel oyun sergilediler. Sağ olun. Növbəti oyunlarda görüşmək ümidiyle.